Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə 92-170 marşrutlarından 250 metr məsafədə, qapının ağzına qədər asfalt olan ərazidə obyektli bir həyət evinin satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bax bu evdir. Belə də buradan düz o tərəfə qədər də evin qabağında obyekti düz məhəlləyə baxır. Qapının ağzına qədər də asfaltlı yola marşrutu yaxındır. Demək, burada ev tikişi olduğu üçün həyətə maşın girmir. Bir dənə əl qapısı qoyublar buradan. Bax, gördüyünüz kimi. Demək, burada bir harca bir tikişisi var. Şəxsi tikili olub, ev sahibi bunu 2 mərtəbə qaldırmaq istəyib. Sonra elə olub ki, burada toyuq-cüzə saxlaması boş yer var. Bax, burada belə bir boş yer var. Burada bunu da obyektə çevirmək mümkündür. Yəni, bunu da nəzərinizə çatdırıb. Hazır tikilisi var. Demək, hörmətli izləyicilər, burada 2 dənə otaqda ayrı da bilərsiniz. İndi qoy bunları ətraflı çəkim. Buradan yola baxam. Burada bir gözəlləşdirmə salonudur. Gördüyünüz kimi. Bax, bir obyekt budur. Bir də burada ev sahibi, burada bir yataq düzəldir. Buranı da obyektə çevirə bilərsiniz. Yəni, yerləri var, qapı yerləri var, gördüyünüz kimi. Yəni, hal-hazırda obyekti var, bugünkü vəziyyətdə. Bu hissəsi obyekt kimişdir. Bunu da yəni sadəcə bunlar ailəlicə çox olduqlarına görə satışa çıxardıblar. Burada bir otaq yaradıblar. Ailəlicə böyük olduqlarına görə indi də satışa çıxardıblar. Buranı da rahat hazır obyektə çevirə bilərsiniz. Bax, belə bir qapısı var. Orada bir qapı yeri var. Hazırlısı nəzərə alınıb. Demək, bir obyekt. 2 obyekt, bir də obyekt var. Dükandır. İndi onu da göstərim sizə. 3 dənə demək olar obyekti var evin qabağında. Nə istəsəniz çevirə bilərsiniz. Keçirik buradan. Bu evin giriş hissəsidir. İndi evi də çəkəcəm, sizin nəzərinizə çatdıracağım. Burada bir dənə obyektin özüdür. Dükan olub. Sadəcə ev sahibi də bağlayıb dükanı. Satışa çıxartdığı üçün. Demək olar, bağlayıb. Burada bir obyekti düz yola baxır. Keçirik indi buradan. Evin içi ilə tanış olaq. Girən kimi bura evin giriş hissəsidir. Demək, sağ tərəfdə mətbəxdir. Evin kosmetik xərci ehtiyacı var. Bunu nəzərinizə çatdırım. Bura mətbəx hissəsidir. Bura qonaq otağıdır. Qonaq otağından bir dənə burada bir yataq otağı var. 15 kvadratlıq bir yataq otağıdır. Nəzərinizə çatdırım. Ev aboyla deyil, hörmətli izləyicilər, kosmetik xərci ehtiyacı var. Ev emüsiyalı evdir, uşaqlı evdir deyə, özləri çoxdur deyə uşaqda. Yəni, aboy vurmayıblar ki, aboylar dağılıb getməsin. Bunu nəzərinizə çatdırım. Maşallah, evin içində uşaq çoxdur. Ailəlicə böyük olduqlarına görə satıb bölmək istəyirlər. Buranın da bir uşaq otağıdır. Burada da bir dənə üç otağı, bu da axırıncı otağıdır. Bu da haradasa təxmini 14 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərqləyər. Burada sanuzel hissəsidir, gördüyünüz kimi. Hamamızda normaldır, təmir qaydasındadır. Hörmətli izləyicilər, gördüyünüz kimi bütün ev haqqında məlumatlarını sizə nəzərinizə çatdırdım. Yəni, 3 dənə obyektidir, demək olar yola baxır. Kimlərsə evini satmaq istəyirsə 055-389-38-08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda Seçal Əmlak səhifəsində daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürməyin yaddan çıxmasın. Zəng vuran zaman, hörmətli izləyicilər. Yenə qeyd edirəm, ev 92-170 marşrutlarından 200-250 metr məsafədə qapının ağzına qədər asfalt ərazidə geniş bir məhəllədə yerləşir. 3 dənə obyekt, bir ev, hamısı bir yerdə 165 min stat qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 165 min stat qiymətli 3 obyekt, bir ev. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.